proqramımızın dəstəkçiləri var. Onlardan biri də Bestom Az şirkətidir. Qeyd edim ki, Bestom şirkəti sizə istər paytaxt Bakımızda, istərsə də şəhərimizin ətraf kənarlarında olan əmlakların alqı-satqısını təqdim edir və bununla yanaşı biz artıq proqramımızda da sizə hər həftə təqdim edirik. Sibrizdən də alqı-satqı ilə bağlı Bestom şirkətinə müraciət edə bilərsiniz. Bu gün elə şirkətin rəhbərlik təsisçisi Sunay Əsədov studiyamızda qonaqdır. Sunay bəy, siz də xoş gəlmişsiniz. Xoş gördük Yaxşın bəy. Dəvət üçün təşəkkürlər. Təşəkkür edirəm. Qeyd edim ki, biz ötən proqramda anons etmişdik, amma efir vaxtımıza görə təqdim edə bilmədik. Bugün elə Sunay bəylə bərabər məsələ Sibrizdəki növbəti bir layihənin təqdimatını edəcəyik. İstərdim elə proqramın əvvəlindən sizə söz verim. Ümumi Sibriz layihələrindən bağlı bir məlumat verərdiniz. Daha sonra əsas mövzumuza keçid alaq. Bir daha xoş gördük. Sibriz bizim üçün, bizim istiqamətimizdə, bizim alqı-satqı fəaliyyətimizdə ən yüksək nəticələrdən biridir. Bu yaxınlarda Sibrizdə Treva Estate komandası ilə rəsmi tərəfdaşlıq müqaviləsi bağlandı və o müqavilə çərçivəsində Sibrizdə bir neçə kompleksin satışları bizlərə həvalə olundu. Proqram ərəfəsində videorolik formasında təqdim ediləcək. Ötən həftə biz çəkilişlərdə olduq, bəli. Sibriz bizim, belə deyək, vətəndaşlarımız üçün hardasa əlçatmaz görünsə də satışlarında yaxşı şərtlər var, kredit şərtləri var və hazırki bazar dəyəri elə bir dəyərdədir ki, bugün şəhərin mərkəzindən deyək 300 min manat məbləğində bir mənzili alıb 1000-1200 manata icarəyə verə bilərik. Amma bu Sibrizdə hansısa 300 min manat dəyərində bir mənzili alıb, qış aylarında 1500-3000 manat, yay aylarında 5-8 min manat dəyərində icarəyə vermək mümkündür. Yəni bunu biz bugün elan saytlarında baxsaq, özümüz bir kirayə, o ərazidən kirayə mənzil axtarası olsaq, görərik ki, həqiqətən də qiymətlər bu istiqamətdədir və boş mənzil demək olar ki, yay aylarında tapmaq mümkün deyil. Yəni, bugün tələbat var, xarici investisiya axını var Sibrizə. Sadəcə bizim ölkə daxili bazarda bir o qədər yatırım faiz dərəcəsi olaraq bir o qədər yüksək görsənmir. Bizim niyyətimiz Sibrizdə olan mənzillərin bizim vətəndaşlara əlçatanlığını izah eləməkdir və satışını həyata keçirməkdir. Maarifləndirməkdir. Bəli. Mən istəyərdim ki, artıq qiymətlərlə bağlı Sunay bəy məsələyə toxunaq. Yay aylarında qiymət artımı hansı ərazilərdə daha çox müşahidə olunur? İstər paytaxt Bakımızda və bir də aktual olan bölgələrimizdən danışardıq. Bildiyimiz qədərilə Şimal zonası, daha sonra Qəbələ, bunlar belə deyim də turistlərin ən çox üst tutduğu bölgələrimizdən də, ərazilərdəndir. Amma ümumi olaraq bir müzakirə edərdik. Buyurun. Ümumi olaraq turizmin əmlak bazarına təsiri əsas bu günlük kirayə evlərdə, aylıq bu turizm əhəmiyyətli ərazilərdə daha çox fərq eləyir, bahalaşmalar olur. Bölgələrimizdə infrastruktur cəhətdən, yol infrastrukturuna görə Qəbələ İsmailli yolunda gedən təmir ötən il hardasa zəiflətsə də bu il artıq o yolun qismən yekunlaşmağı, ölkə rəhbərinin orada xarici qonaqları qəbul eləməyi turizmə böyük bir təsir göstərir və o ərazidə günlük isti hovuzlu, adi evlərin kirayələrində qiymət artımı müşahidə olunur. 150-200 manatdan bu 300-500 manata qədər qalxır. Hətta yay aylarında 150 manata da tapmaq yay aylarında bəli, tapmaq mümkün deyil. Şənbə bazar günləri, bayram günləri bu qiymətlər daha yuxarı olur və boş evlər də tapmaq olmur. Yəni turizm o bölgələrdə o formada inkişaf edir və qiymətlərə o formada təsir edir. Bakı ərazisində isə bu dənizkənarı ərazilərdə Mərdəkan, Şüvalan, Hövsan, Türkan bu ərazilərdə bağ evlərində qiymət artımı müşahidə olunur. Satış bazarında isə demək olar ki, yay aylarında bina evlərində durğunluq yaranır və əksər müştərilər torpaqlara və həyət evlərinə, bağ evlərinə üstünlük verilir. İllərin təcrübəsi bunu göstərir. Dənizkənarı və kurort zonalarında layihələrin gələcək potensialından danışaq. Yerli əmlaka maraqlı insanlar daha çox müraciət edir, yoxsa xarici qonaqların belə deyim müraciəti çoxdur? Xarici investorların o əraziyə müraciəti daha çoxdur. Çünki Sibrizdə tikilən hər bir bina hansısa mənim öz analizimdən hansısa bir Avropa şəhərini xatırladır. Bu formada tikilir və o şəhərlərin, bəzi binalara o şəhərlərin adları belə verilir. Xarici investorların oraya yatırımları müşahidə olunur. Yerli investorlar da var ki, kirayə niyyəti ilə alanlar, yaşayış niyyəti ilə alanlar da var və o ərazinin illik kirayə gəliri 8-10%
hesabında müəyyən olunur və o formada gedir. Bahalaşması isə bizim digər əmlak bazarından fərqli olaraq bu 20-35% arası bahalaşmadır. Çünki ötən illərki qiymətlərlə indiki qiymətləri müqayisə edəndə komplekslər var ki, hansı ki bir neçə il ərzində mənzilin dəyərində 100% artım müşahidə olunur. Bir otaq studiya mənzillər 3 il, 4 il bundan əvvəl 140-150 min idisə, indi artıq 250-300 min hazır yaşayışlı mənzillər 250-300 min manat civarındadır. Yəni artım olaraq bizim əmlak bazarına Sibriz çox böyük təsir eləyir. Digər ərazilərdə durğunluğun yaranması da mən deyərdim ki, yəni əsas aktuallığıdır ki, yəni digər ərazilərdən əmlakı obyekti, torpağı satıb o istiqamətə yatırım eləyirlər. Bestom şirkəti sizə istər paytaxt Bakımızdan, istərsə də Sumqayıt və digər ərazilərdən daşınmaz əmlakları təqdim edir. Əgər sizin də torpaq sahəniz varsa və yaxud da ki, hansısa bir daşınmaz əmlakınız varsa, məsələn, ekranda gördüyünüz nömrələrlə əlaqə saxlayırsınız. Öz əmlakınızın alqı-satqısını da bu komandaya etibar edə bilərsiniz. Sunay bəyə və onun komandasına. Sibrizdə də istər əmlakla bağlı olsun, mənzil, istərsə də icarələrlə bağlı Bestom Az şirkətinə müraciət edə bilərsiniz. Əziz tamaşaçılarımız, biz yenə dəstəkçimiz olan Bestomla bərabər Sabah Rezidensin, məsələn, şəhərimizin mərkəzində yerləşən əsas, təbii ki, binasından salamlayırıq sizləri. Qeyd edeyim ki, növbəti bir layihə haqqında danışacağıq. Məsələ Arabian Ranches haqqında. Mən istərdim ki, öncə Sunay bəyə bir söz verim, daha sonra yenə bizə Leyla xanım təbii ki, layihə ilə bağlı fikirlərini söyləyəcək. Necəsiz Sunay bəy? Sağ olun, Akşin bəy, xoş gördük. Sibrizlə bağlı əməkdaşlığınız haqqında izləyicilərə məlumat verərdik. Daha sonra Leyla xanımla söhbətimizə davam edək. Biz Bestom əmlak şirkəti olaraq Trevor Royal Estate komandası ilə tərəfdaşlıq müqaviləsi bağlamışıq və bu müqavilə çərçivəsində Sibrizdə yerləşən bir neçə kompleksin satışı birbaşa bizə həvalə olunur. Bizim vasitəmizdən Sibrizdə izləyicilərimiz əmlak sahibi ola bilərlər. Tikintilər barədə ətraflı məlumatı bizə Trevor komandasının əməkdaşı Leyla xanım daha ətraflı məlumat verəcək. Yaxın gəlin, zəhmət olmasa, buyurun. İlk öncə Trevo'ya xoş gəlmisiniz. Hal-hazırda sizə məlumat verəcəyim layihə Arabian Ranches layihəsidir. Hansı ki 2028-ci ilin sonu təhvil veriləcəyi Ayparanın tam yaxınlığında olan bir layihədir. Layihə unikaldır gördüyünüz kimi. Layihənin əsas üstünlüklərindən biri odur ki, layihə townhouse-ları ilə seçilir, yəni kiçik villalarla. Layihə özü dənizin birinci xəttində yerləşir, 24 mərtəbəli binalardan ibarətdir. Layihənin mənzilləri tam təmirli şəkildə təhvil verilir biz tərəfdən. Bəli, tam təmirli şəkildə təhvil verilir və biz tərəfdən hətta mətbəx mebeli, sanitar qovşaq bütün aksesuarları ilə birlikdə və quraşdırılmış mebellərlə birlikdə bizim layihəmizin əsas üstünlərindən biri odur ki, biz onu tam təhvil veririk. Hal-hazırda tikinti aktiv şəkildə davam edir. Tikintisinə başlanıb bu layihənin. Bəli, layihənin tikintisi artıq gedir. Odur ki, əziz tamaşaçılarımız, sifarişlərinizi edə bilərsiniz, nömrələri də izləyirsiniz. Gördüyünüz kimi Marina Village kimi, məsələ Arabiyan'da düz dəniz xəttindədir, düz dənizin sahilində çox gözəl bir mənzərəsi var. Bizdən özəl, yalnız Bestomdan gələn müştərilərimiz üçün gözəl endirimlər olunacaq əlbəttə ki. Satış şərtləri necədir, bəs Sunay bəy? Kompleksdə nağd və daxili kredit şərtləri var. Nağd alışda endirimlər yüksəkdir. Kredit şərtləri isə 48 ayədək faizsiz kreditlə verilir. O ilkin ödəniş 15% olmaqla. Tam təmirli. Əla fürsətlərdir, əziz tamaşaçılarımız. Sadəcə olaraq qalır ki, yaxınlaşasınız satış ofisinə və əlaqə saxlayıb buradakı həm şərtlərlə, həm də aparılan işlərlə yaxından tanış olub siz də mənzil sahibi olasınız. Təşəkkürümüzü bildiririk hər ikinizə. Və qeyd edeyim ki, əziz tamaşaçılarımız, növbəti efirlərimizdə biz ötən proqramda sizə Marina Village-dən görüntülər təqdim etmişdik. Bu dəfə biz yaxtada tur gəzinti ilə artıq axşam mənzərəsini də çəkib göstərəcəyik. Odur ki, ustamız proqramını izləyirsiniz. Hələ maraqlı görüntülər və maraqlı təqdimatlar irəlidə sizi gözləyir.